Salam, hörmətli izləyicilər. Ehtiyatlı olun. Hal-hazırda indi qeyd edirəm, hava məhkəmədən çoxalıb, nümunəsi predmeti olub. İnsanlar pul verib ev almağına baxmayaraq, əmlak almağına baxmayaraq əvvəldən alınır. Bunlar hansı halda alınır, mən hüquqşünas Zaur Seyidzadə qeyd edəcəyəm. Nümunəsi predmetləri bəyəncələr çoxdur. Sizin hamınızdan xahiş edirəm ki, videonu bəyənin, qoy insanların bu barədə məlumatı olsun. Eyni zamanda ona görə videonu bəyənin və YouTube kanalına abunə olun ki, mən hüquqşünas Zaur Seyidzadə xəstəliyi olan şəxslər üçün, yaşlı olan şəxslər üçün, hamilə qadınlar üçün və mənim kimi əyri olan şəxslər üçün, əyri arabasında olan şəxslər üçün telefona hüquqi yardım göstərirəm. Yəni hüquqi məsləhəti verəm, ərizələri yazıb e-mail, WhatsApp ünvanı göndərəm. Qeyd edin ki, telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Kimin nəsi var, WhatsApp səsini göndərsin. Və beğeni keçən mövzuda hörmətli izləyicilər. Amma onu qeyd edin ki, hüquqi məsləhət almaq üçün mənim telefon numaram videonun izahı yerinə YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalında şort tutulması istənilən videonun üzərində var. Və yenə dediyim kimi keçən mövzuya. Son zamanlarda belə bir hava çoxalıb ki, ərlə arvad boşandığı zaman belə ərin şəxsi vəsiqəsində yazılısı var. Eyni zamanda həyat yoldaşı qeydiyyatda olmadığına görə götürür evi satır başqasına. Bunların da qanunla 3 il müddətində boşandığı gündən hüquqları var ki, belə mühkəm pay alsınlar. Həmin payı almamış satır başqasına, sonra da arvad iddia qalır ki, mənim payımı verim, məhkəmənin növbəsi və nəticədə evi belə hansı ki pul verib ev alıb, həmin şəxsin əlindən alırlar. Eyni zamanda bu maşına da aid deyil, digər əməklərə aid deyil, ehtiyatlı olun, hörmətli izləyicilər. Eyni zamanda belə deyək, səhərsiz götürüb evi veriblər, etibarnamə ilə. İnsanları aldadırlar, aldanmıyor. Sonra dediyim kimi, arvadlar gəlir çıxır ki, mən əlindən boşanıram, ev özləşməyib, evimizi qaytarın bizimdir. Pulları alırlar həmin şəxsin əlindən, sonra da evi alırlar əlindən. Biraz ayıq olun, hörmətli izləyicilər. Və hava yəni olmasın deyə bir neçə məsləhət vermək istəyirəm. Siz belə deyək, baxmayaq ki, Sübə adından ev alırsınızsa, o halda mütləq deyin ki, get keçsin şahvadımı razı olun. Yəni bizə gətir, ondan sonra gedə arqı satqıya. Və ya ev alırsınızsa, mütləq qaydada ilkin arqı satqı müqavəsini alın. Bir var arqı satqı müqavəsi, bir var ilkin arqı satqı müqavəsi. Bunların fərqi başqa şeydir. İlkin arqı satqı müqavəsi sənədi olmayan evlərdə verir və territoriya əsasında və ya bələdiyyə sənədi əsasında eyni zamanda sənədin əsasında da əmək olar. Nəzərə alın, hörmətli izləyicilər. Aldanmayın. İlkin arqı satqı müqavəsinin fərqi nədədir, onu qeyd edin. Fərqi oradadır ki, dedin ki, evin sənədi olmadığına görə arqı satqı edə bilmirsiniz. Amma ilkin arqı satqıda qeyd olunur ki, frankəsdən falan qədər pul alır. Məsələn, 70 min pul alır. Gələcəkdə ev sənədi olduğu halda həmin şəxslər satmağa öhdəsinə götürür. Bu halda da arvadın da əlində razılığı qeyd olunur. Yəni ki, sabah belə deyək, həmin evə iddia verə bilməzlər ki, biz də payımızı istəyirik, mümkün deyil. Artıq ev belə deyək, sənədi olduğu halda sizindir. Nəzərə alın. Bunu əlavə qeyd edin ki, insanlar var ki, borcu pul götürmək istəyir kimdənsə, həmin şəxs deyir, evi arzuba keçir, sonra sənə pul verim. Yəni ev mənim adımda olsun, ondan sonra. Əgər kimdənsə pul götürmək istəyirsiniz, məcbur qalmısınızsa, başa düşən imkan olmaz, pul lazım var. O halda mütləq qaydada güvən müqaviləsi bağlayıb. Evi amma adını salmayıb. O da sabah götürüb satar başqasını, yəni ev əzizdən sonra ehtiyatlı olun, hörmətli izləyicilər. Bir də bir üsuldan biridir, hörmətli izləyicilər. Bir də onu qeyd edin ki, hörmətli izləyicilər, daşınan əməklə aldığı zaman ehtiyatlı olun. Bu, belə deyək, mobil telefon ola bilər, televizor ola bilər, hansısa bir daşınan əşya ola bilər. O, mənim havada sizin əzizdən alına bilər. Yəni ki, pul verib almağınıza baxmayaq. Əgər əşya varsan ki, kimsə itib həmin əşyaları tapıb sizə satıb, birinci növbədə ərizdən alınacaq. Və ikinci növbədə bir insan ki, oğurluq yolunu əldə edib sizə satıb, ərizdən alacaq. Ehtiyatlı olun, aldığınız zaman. Hörmətli izləyicilər. Yəni, aldanmayın. Belə hava çoxdur. Yəni, məhkəmədən nümunəsi predmeti olur. Ona görə biraz ehtiyatlı olun, hörmətli izləyicilər. Ki, sizi aldatmasınlar.
Eyni zamanda bir məsələni qeyd edim ki, əyni arvad arasında nüması yanıbsa, bilirsiniz ki, o boşanırlar və siz də həmin anda tez qısa bir müddətdə həmin əmlakı alırsınızsa, o bir əyəkdən sayılır. O halda da sizin məhkəmə ərzdən ala bilər. Ehtiyatlı olun. Mütləq halda hər şəxs sizə dedi ki, mən boşanmışam, artıq arvadımın razılıq tələb olunmur. Baxın ki, boşanma belə 3 ildən tez əmələ gəlibsə, mütləq qaydada keçmiş həyat yoldaşının razılığını alın. Problem olmasın. 3 il keçdikdən sonra problem yoxdur. Artıq sizə bir şey edə bilməzlər. O sizin media vicdanlı ağzınız kimi aldığınız əmək hesab olunur. Yeganə əməkdir ki, əyni arvad arasında olan əmək vicdanlı ağzıya təsir etmir, yəni əyni alınır. Digər halda adi bir vətəndaşdan alsınız və ya olsa, başqa bir şəxs olsa, gəlib ki, bizə pay düşürdü, buna baxmayın satıb başqa şəxsə, yenə həmin əmək qaytarılmır. Amma ki, əyni arvadın əməki qaytarılır. Ona görə ehtiyatlı olun. Hörmətli izləyicilər. Sonunda sizdən bir daha xahiş edirəm ki, videonu bəyənin. Qoy bütün şəxslər bilsin ki, evli olan şəxslər mənim kimi, eyni zamanda xəstəliyi olan şəxslər, yaşlı şəxslər, hamilə qadınlar və digər şəxslər, evdən çıxa bilməyən şəxslər bilsin ki, telefon hüququ məsləhəti almaq mümkündür. Mənim telefonum videonun uzaq yerində qeyd olunub, YouTube kanalımda, eyni zamanda YouTube kanalı şurtbamızda istənilən videonun üzərində var. Əyəqə saxlayıb yazırız. Telefon hüququ məsləhəti verilməsi 10 manatlı ərzələrsə ayrıcı qiymətə yazır işə uyğun olaraq. Əyəqə saxlayıb yazırız. Hörmətli izləyicilər. Nəzərə alın. Eyni zamanda qeyd edin ki, hörmətli izləyicilər, mənim 1400-dən artıq şortla bir yerdə videolarım var. İstər əməkin bölgəsindən bağlı olsun, istər vəsəyi ilə bağlı olsun, istər alqı satqınla bağlı olsun, istər vəsiyyətnamə ilə bağlı olsun, istər uşaqla ünsiyyətlə bağlı olsun, istər alməklə bağlı olsun dediyim kimi, istər boşanmayla bağlı olsun, istər vətəndaşlıq almaq hüququna bağlı olsun və digər hüquqlarla bağlı olsun, hamısı qeyd olunur. Tanış olabilirsiniz. Sosyal yardımla bağlı olsun. Sosyal yardımla bağlı qeyd edin ki, daha çox videolar var. Tanış olabilirsiniz. Pensiyadan bağlı videolar var. Eyni zamanda evin təyin olmasına bağlı videolar var. Tanış olabilirsiniz, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, daha çox şəxsin xəbəri olsun. Mənə dəstək olun ki, mənim xidmətim haqqında, göstərdiyim fəaliyyət haqqında daha çox şəxsin xəbəri olsun. Və sizin hamınıza təşəkkür edirəm ki, abunə olsunuz. Gəlin bu abunə sayını artıq bir 10.000 edək. Bu böyük problemli bir şeydir. Hal-hazırda 5.000 siz var, gəlin bunu 4.700 yığaq və 10.000 abunə edək. Hörmətli izləyicilər. Diqqətinizi görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun, hörmətli izləyicilər.